iHelpAz və DKSAZ artıq yeni ünvanda. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 2-ci korpusu ilə üzbəyiz. Yaxşı, bəs 28 may metrosundan bura necə gələk? Gəlin göstərim. İlk öncə 28 may metrosundan Üzümol istiqamətinə gedirik. Mola gəldik, çatdıq. 28 moldan üzü aşağı istiqamətdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 1-ci korpusunun yanı ilə gedirik. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 2-ci korpusu oradadır. O tərəfə gedirik. Və budur. iHelpAz və DKSAZ. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 2-ci korpusu ilə üzbəyiz. DKSAZ Rəvan bəy. Salam, hoş geldiniz. Burada iHelp.az. Pilatesin fitnessdən fərqi odur ki, fitnessdə bəzi problemlər üzrə işləmək çətindir. Ağırlıqla işləmək istəmirlərsə, daha çox üz tuturlar pilatesə. İlk öncə onu deyim ki, qamətin düzgün duruşu üçün pilates çox önəmlidir. Hətta ofis şəraitində işləyən insanların 90%-i bütün günü yazı masasının qabağında otururlarsa, kompüter qabağında otururlarsa, hamısının mütləq kifoz, skalyoz problemləri var. Reabilitasiya baxımından da daha yaxşı, bilmirəm, fitness məşqçilər bəlkə də məni qınayacaqlar, amma pilates daha uyğundur. Fərid Mansurov olimpiya çempionu olanda hamı öz övladını böyüdən kiçiyə güləşə qoyurdu. Elnur Məmmədli judoda olimpiya çempionu oldu. Hamı oldu judoist. Sonra Rafael Ağayevin uğurları oldu. Yəni bu tip tendensiyalar oldu ki, bizdə müxtəlif idman növlərində inkişaf başladı. Mən də əslində pilatesi başlayana qədər elə bilirdim ki, bəylər azdır. Bəziləri gizlədir bunu. Qadınların bədəni və əzələ kütləsinin estetikası buna biraz daha uyğundur. Kişilərdə isə əzələ kütləsinin çoxluğu onların biraz əzələ kütləsinin daha belə gərgin olmağını sağlayır. Məncə biz çox belə hirsli millətik, qisas almağı, belə döyüşərək qisas almağın daha çox tərəfdarı. Biraz coğrafi amillər də biraz rol oynayır. Əlbəttə, o da böyük rol oynayır. Dərslər 50 dəqiqə ərzində keçirilir. Bədənin bütün üzvlərini demək olar ki, işlədirik, bütün nahiyələrini. Sağ olsunlar, bütün tələbələrimiz çox anlayışlıdır və bir ailə kimiyik. Hamı kifoz və skalyozla mübarizə aparır. Çünki indiki həyat tərzi daimi olaraq telefon, kompüter və məktəbli uşaqlar, ağır çantalar, ən vacib məsələ yuxunu stabil şəkildə saxlamaq. Məşqi dayandırıb hətta danışmağa belə başlayırıq. Nə yaxşı, mən də başlayayım. Bəli, hamı başlasın. İndi biz Soveti bəyənməsək də, indi bizdə toplum Sovetin sistemini bəyənməsə də, amma Sovetin çox yaxşı idman anlayışı oldu. Müstəqil Dövlətlər Birliyinin elə də bir idman sahəsində bir ciddi uğuru olmayıb. Nə Ukraynanın, nə Gürcüstanın, nə bizim, nə digər xalqların. Gürcülərdə məsəl üçün bir balaca futbol inkişaf elədi. Məsəl üçün biz hələ tarixən güləşən xalq olmuşuq. Ona görə də Sovet bizə həmişə belə güləşçi kimi baxır. Yəni bizdə heç vaxt futbol olmayıb. Bundan sonra da olmayacaq. Yəni bu qədər milyonlar, milyardlar sərf olunur futbola. Hesab edirəm ki, boşuna olan bir şeydir. Tələbə olan ucqar kəndlərdən gələn uşaqların belə yüngül atletikada olanda mən onların qaçışına baxanda şoka düşürdüm. Hamıdan birinci, həmişə. Yəni texnikaları elə də olmasa da, amma fiziki gücləri olur. Texniki problemləri o sonradan olur onsuz da. Hə. Hər vaxtınız xeyir olsun. Təkbətək layihəsində hər birinizi xoş gördük. Bu layihəyə siz iHelp servisin dəstəyi ilə baxırsınız. Bugünkü bizim ilk buraxılışımızın qonağı Pilates mütəxəssisi Ülkər Əsədovadır. Bu günləri biz uzun-uzadı Pilates haqqında danışacağıq. Pilatesdən nəyə görə istifadə etməliyik və nəyə görə Pilatesi sevməliyik. Xoş gördük Ülkər. Xoş gördük Səttar. İlk öncə onu da qeyd edim ki, Ülkər ilə mən illər öncə bir universitetdə İdman Akademiyasında təhsil almışıq, tələbə yoldaşı olmuşuq. Ona görə də bir-birimizə sən deyərək müraciət edirik. Bir daha xoş gördük səni Ülkər. İstərdim izləyicilərimizə fəaliyyətin haqqında, Pilates haqqında kiçik bir məlumat verəsən və bizə keçək artıq sonra. İlk öncə də səni təbrik edirəm. Çox sağ ol. İnşallah kanalın çox uğurlu olar. Pilates ilk dəfə 20-ci əsrin əvvəllərində yaranıb. Yaradıcısı Joseph Pilatesdir. 1926-cı ildə Amerikaya köçərək ilk dəfə də orada həyat yoldaşı Clara ilə birlikdə Pilates zalı açıb.
Pilatesin faydalarından, həvəskarlarından danışsam, nə qədər danışsam da sonu yoxdur. Pilatesin faydalarına ilk öncə danışaq. Pilatesin faydaları nə qədər sayısın? Üzrsən, faydasından danışmamışdan öncə istərdim ki, bir ilk sualımı verim ki, yəni ümumilikdə indi faydasına təbii ki, qayıdacağıq. Misal üçün, bu sualın bir balaca geniş olacaq. Pilates necə oldu, yarandı? İndi bildiyimiz kimi bizdə bir sıra tendensiyalar vardır ki, misal üçün 2004-cü ildə Fərdi Mansurov olimpiya çempionu olanda hamı öz övladını böyüdən kiçiyə güləşə qoyurdu. Sonra Elnur Məmmədli cüdoda olimpiya çempionu oldu. Hamı oldu cüdoist. Sonra Rafael Ağayevin uğurları oldu. Yəni bu tip tendensiyalar oldu ki, bizdə müxtəlif idman növlərində necə deyirlər, inkişaf başladı. Pilatesdə hansı necə deyirlər, bir təkan oldu ki, bu dərəcədə son 10 ildə mən belə görürəm ki, Pilates daha çox vüsət aldı inkişafa doğru. Yəni hansı bir təkan oldu? Yoxsa Instagramda bəzi tanıdığımız o blogerlər oldu ki, yəni Pilatesi bir elit idman növü hesab eləyib, sırf Instagramda story xətrinə çəkib paylaşmaq xətrinə mi oldu? Yəni filan kəs gedir Pilatesə, mən də gedim. Əslində Pilatesin yaradıcısı Joseph Pilates, Pilatesi reabilitasiya baxımından ilk öncə yaratmağa başlayıb. Necə olub o da? Özünün fərqli cəhətdən həm asma ilə bağlı, həm onurğa sütunuyla bağlı ciddi problemləri olub. Bir çox idman sahələrində məşğul olandan sonra özü üstündə işləməyə başlayıb. İşlədikdən sonra da 1-ci Dünya müharibəsində İngiltərədə yaralı əskərlərə, yataqda olan əskərlərə 1-ci Dünya müharibəsində reabilitasiya baxımından idmana başlayıb onlarla birlikdə. Orada yataqların yanlarında, yan hissələrində xüsusi iplər bağlayıb, hansısa orada ləvazimatlardan istifadə edərək onlara məşqlər keçməyə başlayıb. Bununla da ilk öncə Pilatesin aid olan reformer tavr aparatını yaradıb. Onu da yaradandan sonra başlayıb, veya dediyim kimi yoldaşı ilə birlikdə Amerikada zalını açandan sonra da başlayıb həmən aparatlar üstündə işləməyə. İllər keçdikcə də təkmilləşdirib. İlk öncə zədəli idmançılara, rəqqaslara başlayıb dərs keçməyə. Bundan sonra məşhurlaşıb, reabilitasiya baxımından görüblər ki, çox xeyirlidir. Yavaş-yavaş dünyaca məşhurlaşıb. Bizdə gələndə isə... Əsas məsələ. Əsas məsələ bizə gələndə isə... Düzdür, reabilitasiya baxımından gələnlər, heç reabilitasiya baxımından olmasın, sırf əzələ kütləsinin artımı üçün, özlərinə vaxt ayırıb daha yaxşı özlərinə baxmaq üçün, hansısa onurğa sütunu problemləri üçün, osteoporoz... Yəni fitnessdən fərqi nədir Pilatesin əsas? Pilatesin fitnessdən fərqi odur ki, fitnessdə bəzi problemlər üzrə işləmək çətindir. Hansı ki, dediyim kimi biraz onurğa sütununda problemləri varsa, oynaqlarda problemləri varsa, ya da heç olmasın, ağırlıqla işləmək istəmirlərsə, daha çox üz tuturlar Pilatesə. Fitnessdə əzələ kütləsi demək olar ki, artımından öncə də özünüz də yəqin ki, fərqinə varmışıq. İdman akademiyasını bitirən bir tələbələr olaraq. Fitnesslə məşğul olanda əzələ kütləsinin şişməyi başlayır üst əzələ qatı daha çox şişməyə. Daxili əzələlər daha sonra yavaş-yavaş işləməyə başlayır. Amma Pilatesdə isə nəfəs proqramı ilə birlikdə daxildən əzələlər ilk öncə işləməyə başlayır. Reabilitasiya baxımından da daha yaxşı, bilmirəm, fitness məşqçilər bəlkə də mənə qınayacaqlar, amma Pilates daha uyğundur. Həm də Pilateslə, bayaq dediyim kimi, yataqda olan xəstələr belə, hamilələr belə, hətta hamiləlik çox böyük, riskli bir şeydir. Hətta doğuşdan sonra belə qadınlar çox rahat şəkildə məşğul ola bilərlər. İndi İdman Akademiyasından söz düşmüşkən, mənim idman haqqında bir radikal düşüncəm vardı. O vaxt tələbə olanda da sırf fiziologiya müəlliməsi ilə olsun, gimnastika müəlliməsi ilə olsun, ən çox futboldan bizə semestrlarda dərs verən müəllimlərlə olsun, bir mübahisəmiz olurdu. Mən deyirdim ki, idman genetikadır. Yəni, hər hansı bir idman növü, misal üçün, mənim məşğul olduğum boks idman növü. Əgər bu bizim genetikamızda yoxdursa və yaxud futbol bizim genetikamızda yoxdursa, biz onu inkişaf elətdirək, yəni biz dünya səviyyəsində elə də bir uğurlar əldə edə bilməyəcəyik.
Müəllimlər mənim bu fikrimdən razı deyildilər. Bəzi idmançılar da vardı ki, tələbə yoldaşlarımız, onlar razı idilər. Bəziləri də ki, təbii ki, razı deyildilər. Bəs Pilates bizim, indi genetika mövzusuna bir daha qayıdacağam. Pilates bizim genetikamıza nə kimi xeyri var? Məncə bizim genetikamıza o qədər də xeyri var. Yəni Qafqaz xalqı olaraq, yəni Azərbaycanlı olaraq əsas bizə nə kimi bunun töhfəsi var? Yəni bizə nə verir əsas? Onu çox aydınlıqla bu sualı heç vaxt belə eşitməmişəm deyə tam cavabını verə bilmərəm. Bu sualı heç vaxt eşitməmişəm. Tam olaraq cavabını da belə qeyri-rəsmi olaraq cavab versəm. Amma belə bizə qatdığı faydalar məncə zehni olaraq rahatlıq qatır. Əgər bədənində, həyatında nisbi olaraq nələrsə dəyişmək istəyirsənsə, çox əla metoddur. Həm də ki, əgər sən özgüvənini də artırmaq istəyirsənsə, insan birinci özgüvənini artırmaq üçün üzgüyə baxanda ən birinci öz bədənini görür, öz simasını görür. Ona görə başlamalısan. Təkcə pilates yox, elə bütün idman növlərinə. Birinci başlamalısan öz bədənini toparlamaqdan, onu necə bəyənirsənsə elə görməyə çalışmalısan. Gələcək bizim nəsillər üçün nə faydası var? Nəyə görə mən genetika deyirəm? İndi bir balaca biz genetik baxımdan tələbə olanda bizə idman tarixi keçirdilər. İndi biz Soveti bəyənməsək də, indi bizdə toplum Sovetin sistemini bəyənməsə də, amma Sovetin çox, necə deyərlər, yaxşı idman anlayışı olub. Sovet digər onların tərkibində olan ölkələrə çox yaxşı idman töhfəsi olub. Hətta dağılandan sonra müstəqil dövlətlər birliyinin elə də bir idman sahəsində bir ciddi uğuru olmayıb. Nə Ukraynanın, nə Gürcüstanın, nə bizim, nə digər xalqların. Sözümü nəyə gətirmək istəyirəm? Deməli, 50-ci illərdə Stalinin vaxtında Qazaxıstan və Özbəkistanda boks idman növünü inkişaf elətdirmək istədilər. Onlar bunun üçün nə etdilər? Kubadan, halbuki Kubada onda sosialist respublikası idi, Kubadan mütəxəssisləri gətirdilər və Qazaxıstanda, Özbəkistanda baza açdılar. Və onların, necə deyərlər, genetik koduna boks idman növü yayıldı. Yəni, onlar bugünkü gündə peşəkar boksçular oradan yüksək səviyyədə çıxır deyə, bu onların genetik koduna getdi. Gürcülərdə, misal üçün, bir balaca futbol inkişaf elədi. Qafqaz xalqlarından, misal üçün, biz hələ tarixən güləşən xalq olmuşuq. Ona görə də Sovet bizə həmişə belə güləşçi kimi baxıb ki, Azərbaycandan həmişə yaxşı güləşçilər olacaq. Pribaltika ölkələrindən Litva, Latviya, Estoniyadan bunlar fizioloji olaraq hündür boydular, qolları da uzundur deyə voleybol, handbol və basketbol orada həmişə inkişaf eləyib. Və Sovetdə bir növ bu genetik kodu idmanda, mən ona görə həmişə mübahisə edirdim müəllimlərlə ki, bu genetikadır. Yəni bizdə heç vaxt futbol olmayıb. Bundan sonra da olmayacaq. Yəni bu qədər milyonlar, milyardlar sərf olunur futbola. Hesab edirəm ki, boşuna olan bir şeydir. Bir dəfə beynəlxalq dərəcəli refer var. Bizə indi bir söhbət bilirsən kimdən gedir. Akademiyada bizə dərs deyirdi futboldan. Boksçulara, boks ixtisasından məşğul olanlara futboldan dərs deyir. Mən deyirəm ki, bizə lazım deyil bu idman növü. Deyir, niyə görə? Deyirəm, birincisi bizim bu idman növündə heç uğurumuz yoxdur. İndi Sovetlər dönəmində indi Neftçi getdi, orada 3-cü yer tutdu. Okey, o ilə razılaşdıq. Amma belə bizdən heç vaxt, nə bilim, Mbappe çıxmayacaq, Ronaldo çıxmayacaq. Bizdən yaxşı güləşçi olur da. Yəni, o üçün gedək güləşlə məşğul olaq orada. Müəllim mənə həmin o fəndən çox aşağı qiymətlər yazırdı. Halbuki, həmin o fəndən, futbolun, necə deyərlər, tədrisindən yüksək bal alan tələbələrdən mən daha yaxşı bilirdim futbolun incəliklərini, futbolun tarixini. Çünki mən özüm də qatıb, necə deyirlər, futbol azarkeşiyəm. Hər həftə məsələn futbola baxıram, azarkeşlik elədiyim komanda var. Yəni sözümü ona gətirmək istəyirəm ki, bizdə bu genetika olaraq oldu. Yəni digər idman növlərindən fərqli olaraq güləş bizim məsələn genetik kodumuzda var. Amma futbol yoxdur. Digər idman növləri yoxdur. Və müəllimlərlə də mənim mübahisəm həmişə olurdu ki, biz nəyi bacarırıqsa, onunla daha çox yaxından, necə deyərlər, məşğul olaq.
Misal üçün biz boks qrupu olaraq səhər saat 10-un yarısı dekabr ayında oturmuşuq futbol dərsində. Yəni bunun kimi biraz Soyuq skamyakalarda dona-dona oturmuşuq. Günorta saat 3-də də məşq var, yığma komanda var, o da var. Bir aydan sonra da yarış var. Biz oturmuşuq futbol dərsində. Yəni belə genetikamıza bizim Pilates az öncə də dedin ki, təsir göstərir. Və əsas odur, Azərbaycanda bu anlayış necədir? Yəni orta statistik Azərbaycan gəncinə, məsəl üçün küçədə və ya hər hansı bir yerdə ortamda desən ki, mən pilateslə məşğulam. Necə qarşılayır? İlk sualım nə ola bilər? İlk sual, Yəni Azərbaycanda anlayış nədir bu pilates haqqında? İlk sual odur ki, sizin Cadillac'da şəkliniz var. Onun üçün gələn insanlar əslində bizə gələndə, bizim məşqə başlayanda birinci şəkillərdən başlayırlar ki, nə vaxt çıxılır o şəkil çəkdirəcəyik? Bir ay sonra, 2 ay sonra. Düzdür, ondan sonra qalmaq istəyənlər qalır, getmək istəyənlər gedir. Amma daimi olaraq gəlmək istəyənlər də ki, gəlirlər özləri üçün, öz fiziki cəhətdən də bədənləri üçün gələcəyə yatırım edirlər. Dünənləri ilə bu günləri müqayisə edəndə çox böyük fərqlər görürlər. Bizim genetikamızda da qalanda mən əslində akademiyada həmişə belə şeyləri fikirləşdim ki, niyə görə bizdə bəziləri olur, bəziləri olmur? Məncə biz çox belə hirsli milləti, qisas almağı, belə döyüşərək qisas almağın daha belə çox tərəfdarı. Biraz coğrafi amillər də biraz rol oynayır. Əlbəttə, o da çox böyük rol oynayır. Üç böyük imperiyanın ətrafında olmuş bir ölkə olmuş orada biz. Yəni ömür boyu biz dalaşmışıq. Və sən suala qüvvət olaraq, yəni suala cavaba qüvvət olaraq onu da demək istəyirəm ki, mən həmişə bu müəllimlərlə belə əksəriyyəti keçmiş boksçudur, keçmiş necə deyək, sambistdir, taekwondoçudur. Var ki, çox da güləşçilər. Güləşçilər idi əsasən. Yəni mən ona görə deyirdim ki, biz döyüşkən xalqıq da, yəni güləşməyi tarixən bizdə ədəbiyyatımızda belə bu vardı. Bizim ədəbiyyatımızda futboldan heç nə yoxdur da, yəni. Amma güləşdən var. Ona görə də bu idman növlərini inkişaf elətdirməkdənsə, mən çox həmişə də futbolçularla da, futbolçu dostlarımızla da mübahisəm olurdu ki, bu idman növlərini məşğul eləməkdənsə, yəni nəinki bu milyardlar, milyonlar xərclənir futbola. Bu xərclənsin boksa. Yəni o bizim həyat fəaliyyətimizə təsir göstərir. Əslində mən hörmətlə yanaşıram. Amma məni kəsirdilər həmişə. Aşağı bal yazırdılar. Həm bu fikrim, bu radikal düşüncəmə görə. Əslində qınaq obyektinə çevrilə bilərik akademiya tərəfindən. Amma məncə niyə görə daha çox belə döyüş növlərini, tək mübarizlikləri, belə döyüş üzrə tək mübarizlikləri dəstəkləyirdilər. Orada qabağa gedən faktorlar daha çox idi deyə. Düşürdülər məsələn bir adama əziyyət çəkməkdənsə düşürdülər 10 adamın üstünə, deyirdilər ki, hə bu 10 nəfər daha yaxşı güləşə bilər. Sən 10 nəfəri də götürürdülər toplum şəklində. Məsələn mən manejdə uzun müddət belə qaçışla məşğul idim, 100 metrə qaçışla. Əlavə olaraq da onu belə hoppə olaraq eləyirdim. Ramil Quliyev məşhur Türkiyə millisindədir. Məsələn bizim çox yaxşı qaçışçı idi, çox həm də uğurlu qaçışçı idi. Mən hələ orada təzə-təzə başlayanda artıq bir müddət sonra Ramil Quliyevi görməməyə başladım. Çünki onun nəticələrini falan hamı danışırdı, hansısa çempionatlar olanda. Daha sonra o fəaliyyətini deyəsən Türkiyədə davam elətdirməyə başladı. Hətta bir dəfə də çox məşhur oldu ki, Hüseyn Boltla hansısa çempionatda da hətta bir yerdə qaçıblar. Neçə dəfə birincilikləri də olub. Məncə Ramil Quliyev tək faktlardan biri idi deyə onu qabağa çəkmədilər. O da toplum şəklində əgər çox olsaydı onu da qabağa çəkərdilər. Tək olan istedadları, bəlkə də bizi daha çox tanıda biləcək istedadları bəzən əlimizdən veririk. Həm psixoloji baxımdan bəzi idmançıların üstünə çox da yaxşı düşülmür. Həm dəstək baxımından, həm motivasiya baxımından. Onlar da başqa yerdən daha belə necə deyirlər, qayğı, sevgi kimi mən canlıyım ona qaçmışam. Bu sualı indi biraz mövzudan qırağa çıxmış sayılarıq, amma növbəti buraxılışlarda indi idman sahəsindən kim olsa bu sualı mütləq şəkildə həmin o qonağa verəcəm. Niyə görə bizdə olimpiya çempionu, bir dəfə olimpiya çempionu olur, növbəti olimpiyadada demirəm, yəni həmin onu təkrar, ümumiyyətlə yəni fiyaskoya uğrayır. Bu yəni nədən qaynaqlanır?
Yəni ona vəd edilən mükafat, yoxsa bu onu bir həyatında bir missiya olaraq görürdü. Yəni mən bu missiyanı yerinə yetirirəm və salam. Bu mənim əslində öz fikrimdir. Bilmirəm, məni qınayacaqlar ya yox, bu mənim öz fikrimdir. Məncə ən birinci əsaslardan biri də, yəni ön mərhələdəki əsaslardan biri də bir neçəsini sayacağam. Birinci demir. İkinci dəfə heç kim risk eləmir. Və məncə psixoloji baxımından məğlub olan insanların ki, necə psixoloji baxımdan gərgin və belə stresli olurlarsa, məncə qaliblər də eyni baxımdan. Çünki o neçə vaxt o qalibiyyətə hazırlaşmaq, eyni oyun anında yaşanan həyəcan, ondan sonra onu 90% dəstəkləsə də, mütləq ki 10% onda nəyisə bir problem tapıb ortalığa çıxartmağa çalışır. Onun psixoloji travmaları, məncə onun üstündə də biraz işləmək lazımdır. Həm də federasiya daha çox hansı idman növü üzrə məşğul, yəni olimpiya çempionu olurlarsa, məşğul olurlarsa, həmin federasiyada biraz idmançıların üstünə daha çox, bəlkə də həmin idmançının üstünə daha çox düşməlidir ki, sən bunu bacarmırsansa, motivasiya baxımından düşməlidir. Yəni bir daha bacara bilərsən. Qayıdaq indi söhbətin əvvəlinə. Mən söhbətin əvvəlində dedim ki, Sovet bizə ümumiyyətlə digər respublikalarda idmanı çox yaxşı belə aşılamışdı. Çünki Sovet idman sistemi olduqca sərt idi. İndi idman tarixindən daha çox bilirik. Belə də yəni indi hər öz idman növünü araşdıranda görür ki, yəni Sovet çox ciddi şəkildə məşğul olurdu bu sahə üzrə. Yəni hətta dövlət səviyyəsində onlar olimpiya çempionunu hətta milli qəhrəman kimi təqdim edirdilər. Məsəl üçün, çünki həmin dövrdə Sovetin özü də yarışırdı Amerika ilə. Amerika ilə yarışırdı ki, kim daha çox qızıl medal alacaq. 1980-ci ildə Moskva Olimpiyadasında baxmayaraq ki, indi SSR-nin Əfqanistana hücumu nəticəsində dünyanın bir çox ölkələri boykot eləmişdi həmin o olimpiyadanı. Buna rəğmən belə onlar öz idman fəaliyyətindən çəkinməmişdilər. Yəni müxtəlif idman növləri, istər tək mübarizə idman növləri olsun, istər belə kollektiv komanda şəklində idman növləri olsun ki, yəni inkişafa daha çox vaxt sərf edirdilər. Mütəxəssis, xaricdən mütəxəssis belə cəlb eləməyə onlar çəkinmirdilər. Yəni belə. İndi qaydaq təzədən indi mövzumuza, Pilatesə. Pilates kimlərə ən çox lazımdır? Və yaxud kimlərə olmaz? Yəni ekran vasitəsilə bizi izləyən izləyicilər də vardı ki, onlar heç vaxt məşğul olmayıblar Pilatesdən və necə eləyə bilərik ki, onları da cəlb eləyək? İlk öncə onu deyim ki, qamətin düzgün duruşu üçün Pilates çox önəmli. Hətta ofis şəraitində işləyən insanların 90%-i bütün günü yazı masasının qabağında otururlarsa, kompüter qabağında otururlarsa, hamısının mütləq ki, kifoz, skalyoz problemləri var. Bu da bir müddət sonra onurğa sütununda ağrılara başlayır, sonra oturaq sinir ağrıları başlayır, yerimədə problemlər olur, duruşda yuxusuzluq başlayır. İlk öncə bu şəxslər, hətta osteoporoz sümük yenilməsi, yəni oynaqlarda hansısa bir ağrılar, problemləri olan insanlar başlamalıdır, mütləqdir bu. Amma bayaq da vurğuladığım kimi, hamilə olan qadınlar doğuşdan sonra artıq bədənin bərpası üçün, pəlvisi daha yaxşı gücləndirmək üçün, pəlvik zonanı daha yaxşı gücləndirmək üçün onlar istifadə edə bilər, başlaya bilər. Bəli, başlaya bilərlər. Hamiləlik dönəmində də bel, çanaq nahiyəsində çox belə ağrılı təzyiqlər olur. Ona görə onlar da bir müddət sonra başlayır həmin bölgələrdə ağrıları çoxaltmağa, həm də nəfəs prosesinə görə də çox önəmlidir. Kimlərə olmaz dedikdə isə əslində olmazlar çox azdır. Biz tez-tez bəzi səhhətinə görə, bəzi problemlərə görə həkim nəzarətində olan insanlardan ilk öncə deyirik ki, həkimlə məsləhətləşin, daha sonra gəlin. Tez-tez əməliyyat keçirdən insanlara bunu vurğuluyoruz. Ya da ki, hansısa bir əməliyyatdan, məsələn, bir ay keçibsə, deyirik bunu ilk öncə öz həkiminizdən. Çünki əzələ kütləsinin bərpası getməyə, ona görə deyirik ki, əgər həkim icazə verirsə, sizə də uyğun bilirsə, gəlin başlayaq. Yox, hələ ki, deyir, sizin əzələ kütlənizin bərpasına hələ var, sonra idmanla dəstəkləyin, onda biz də razı olmuruq. Çünki əlbəttə ki, biz də istəyirik, onun üçün hər şey daha yaxşı olsun. Həyati baxımdan da.
Ona görə ilk öncə məsləhətləşməyini biz məsləhət görürük. Bəs xanımlarla bəyləri bir tərəziyə qoysaq, xanımlar niyə görə belə üstünlük təşkil eləyir və bəylər niyə görə yəni az istifadə edir bu idman növündən? Fitnessdən müqayisədə daha azdır, düzdür. Qadınların həm estetik baxımdan, qadınların bədəni və əzələ kütləsinin estetikası buna biraz daha uyğundur. Amma kişilərdə isə biraz daha fərqli olur. Onların əzələ kütləsinin çoxluğu gərginliyinə də gətirib çıxardır. Onlar üçün biraz daha ağrılı, ilk mərhələsi biraz daha əsnəklik baxımından ağrılı ola bilər. Amma daha sonra isə əlbəttə ki, bədən öyrəşdikcə, əzələ kütləsi öyrəşdikcə yaxşı inkişaf da gedir. Azlığı, çoxluğu digər baxımlardan da bilmirəm, qadınlar daha çox sosial mediada bununla məşğul olurlar deyə bilmirəm niyə, amma çox fikir vermişəm ki, bizdə çoxdular. Amma açıq-aşkar deyənlər də çox azdır. Bəziləri gizlədilər, amma bilmirəm səbəbi niyə. Qadınlar sırf sosial mediada görsənsinlər deyə baxımdan. Qadınların biraz daha çoxu, sənə bir 100% götürürüksə, 60% sosial mediada. Bu sosial medianın Azərbaycanda pilatesinin yayılmağına bir təkanı olubmu? Yəni onu bu qədəmdən yəni Var, əlbəttə çox böyük təkanı var. Sırf o indi yəqin ki, sənin də tələbələrin vardır ki, o blogerlər, o Instagramın gülməşəkər xanım fenomenlərimi deyim. İndi izləyicilər bildi söhbət kimlərdən gedir. Onların bu idman növünün inkişafına, belə deyim, yayılmasına, kütləviliyi olmasına təkanı yəqin ki, olub. Olub, çox olub. Nəinki bəylər. Bəli. Şovlar gizlədirlər birinci fakt olaraq. Amma blogerlər yəni az çox indi idmancı tanışlarım da var. Yəni mən heç görməmişəm. Amma yox, bizim studiyamızda kişi məşqçimiz də var. Cavidan müəllimlə. Cavidan müəllimin tələbələri çoxdur. Hamısı da kişilərdir. Çox saatları da doludur. Qrupları da doludur. Varlar. Amma bilmirəm, o faizini neçə nəfər göstərir bunu, gün üzünə çıxardır, neçə nəfərsi gizlədir. Bu sırf Instagram storisi xətrinə, bu buraxılışımız ancaq onlardan oldu. Sırf Instagram storisi xətrinə gələn, necə deyərlər, tələbələrlə həqiqətən də bu idman növünün incəliyinə getmək istəyən, öz bədən fiqurasını, belə deyim, inkişaf elətdirmək istəyənə eyni siz məşqləri aparırsınız orada, yoxsa necə? Yox, bütün məşqlərimiz baxır onun... Yəni idman yükü, onların hamısına bir şamil olunur? Eyni, bir şamil olunur, necə? Və siz necə mübarizə aparırsınız, necə aparırsınız dərsləri? Dərsləri necə aparırıq? Dərslər 50 dəqiqə ərzində keçirilir. Sosial media üçün gələnlərə də, belə nə üçün istəyirlər? Pilates üçün gələnlər necə gəlmək istəyirlərsə o şəkildə 50 dəqiqə olur dərslərimiz. 50 dəqiqə içində pilates dərslərini başlayırıq, keçirik. Bədənin bütün üzvlərini demək olar ki, işlədirik, bütün nahiyələrini. Pilatesdə reformer aparatından, tavır, kadilak, bütün aparatlardan matdakı hərəkətləri də veririk. Eyni şəkildə məşğul oluruq. Sadəcə baxırıq, bəzi ciddi problemlər olanlar, onurğa beyaz dediyim kimi, biraz onurğa sütunda problemləri, oynaqlarda problemlər olan şəxslər, biraz daha ağırlıqlı problemlər olan şəxslər isə fərdi şəkildə qəbul edirik. Onlara da 50 dəqiqə dərslər keçirik, amma qrup şəklində keçmirik, tək. Niyə? Tədat-et, bəli. Çünki nəyə görə? Qrup şəklində olan məşqlərdə mərhələlər artdıqca qrupun ağırlığı da artır. Amma fərdi şəkildə gələnlərin ən əsas səbəblərindən də biridir ki, ona stabillik lazımdır. Ya o, ona daha çox enerji verilməyini, özünün də daha çox 50 dəqiqə içində daha fərqli, daha çox hərəkətlərlə məşğul olmaq istəyir. Ya da ki, onun bəlli bir yerə qədər nisbi şəkildə məşğul olma şansı var. Biz də ona ancaq o hərəkətləri veririk. Ondan qırağa çıxmırıq. Çünki onun üçün daha belə ciddi problemlər yarada bilər. Özümüz də gələndə, özləri bizlə
sağ olsunlar bütün tələbələrimiz çox anlayışlıdır və bir ailə kimiyik. Gələndə də biz onlarla danışırıq, məsləhətləşirik. Bizim fikirlərimiz sağ olsunlar ki, soruşurlar. Ən çox kimlər istifadə edir? Yəni hal-hazırki vəziyyətdən indi artıq çəkidən əziyyət çəkənlərmi, yoxsa necə deyirlər? Bu Instagram storyləri üçün gələnlərmi? Ən çox belə statistika ümumilikdə götürsək, belə təqribi statistika. Statistika üstündə götürsək, hətta yaş məhdudiyyəti yoxdur deyə uşaqlar belə məşğul olurlar. Və indiki dövrdə ən çox sosial mediadan da əslində çox hamı kifoz və skalyozla mübarizə aparır. Çünki indiki həyat tərzi daimi olaraq telefon, kompüter və məktəbli uşaqlar, ağır çantalar, əlavə kitablıqlar, uşaqlara yüklənən depressiyalar. Bunlar daha çox onurğa sütunuyla bağlı işləməyə başlayırıq. İndiki dövrdə konkret olaraq məsələmiz budur. Skalyoz, kifoz. İndi biraz da qidadan danışaq. Pilateslə məşğul olanın qida rasionunda əsas nə olmalıdır? Ümumilikdə onun qidalanma rejimi hansı formada olmalıdır? Yəni ən çox nəyi aşırılırsınız siz sırf bu qidalanma ilə bağlı? Əslində belə götürəndə biz fitness müəllimləri kimi qida ilə bağlı heç nə demirik. Amma məsləhət almaq istəyən, məsələn deyir ki, mən bu vaxta qədər istəyirəm bu çəkiyə düşüm, əzələ kütləm də bu qədər artsın. Biz də ona deyirik ki, əzələ kütlənin artması üçün proteinli qidalara daha çox üstünlük ver, su balansını normallaşdır, bədəndə bəlli bir şəkildə su balansı olmalıdır. Onu normallaşdır və əlbəttə ki, bəlli bir saatdan sonra da qidalanmaya fikir ver. Və ən vacib məsələ yuxunu stabil şəkildə saxla. 11-12-dən sonra oyaq qalmaq olmasın və vaxtında yatıb durmaq. Bunu onlar bizdən soruşduqları vaxt və istədikləri vaxt deyirik və məsləhət bilirik. Amma belə xüsusi bir rejimimiz yoxdur. Bunu eləməlisən kimi bir şey yoxdur. Yəni elə bir şey qarışmır. Mən 2018-ci ildə elə boksla məşğul olduğum vaxtda yarışa hazırlaşanda fiziki gücümü artırmaq üçün mən fitnesslə məşğul olurdum. Hardasa bir ay yarım. Fitnessdə mən ümumiyyətlə yəni fitness anlayışım yox idi da. Yəni çünki mən boksda nə fiziki göstəricilər varsa, fiziki tapşırıqlar varsa, onları eləyirdim ancaq. Məndə yalnız o var idi. Əlavə yəni fitness anlayışı yox idi məndə. Mən trenajora gedəndə, belə deyim, orada bəzi məşğul olan adamlar var idi ki, indi gəlirlər zala, çıxandan sonra hərəsi bir siqaret çəkir və məşq gedə-gedə energetik içkidən istifadə edir. Sizdə məsələn indi hesab edirəm ki, yoxdur belə bir şey, yəni pilatesdən istifadə. Yəni varsa belə sizin ilk reaksiyanız necə olur? Yəni zərərli vərdişlərlə mütəmadi şəkildə necə deyirlər, təmasda olan bir tələbəviz. Elə bir tələbələrimiz yalan deyirəm, belə də çox rastlaşmamışam. Amma ki, onların şəxsi məsələsi olduğuna görə çox belə qarışmağa üstünlük vermirik. Məşq rejiminə necə təsir göstərir? Amma onu deyə bilərəm ki, psixoloji baxımdan rahatlıq üçün gələn insanlar çoxdular. Hətta çox dəfələrlə də məşq vaxtı gözləri dolan, ağlayan, otaqdan çıxan, hətta məşqi dayandırıb dərdləşdiyimiz tələbələrimiz belə olub. Borcları düşüb yadına gəlir. Çox böyük ailə məsələləri, şəxsi məsələlər, işlə bağlı məsələlər, sıxıntılar. Orada rahatlığı tapıb, hər dəfə nəfəs alıb verəndə bütün zehnini, bütün belə ağrısını, acısını boşaltmış üçün olur. Hətta bəzən o stressdən dediyim kimi məşqi dayandırıb, hətta danışmağa belə başlayırıq. Deyirik, heç nə olmaz, bu dəfə qalsın, gələn dəfə davam elətdirərik, dərdləşirik, onu anlamağa çalışırıq. Bilirsiniz, əlim mənə xəyanət edir. Psixoloji dəstək də veririk, yəni, mütləq ki. Ona görə baxarıq, ona görə elit idman növü sayılır. Bəli. Deyirəm, bizim işin fərqindəliyi həm də ondan ibarət. 50 dəqiqə müddətində biz tələbəmizlə yan-yana oluruq. Yanından qətiyyən ayrılmırıq. Və belə olduqca istər-istəməz də hər dəfə günün 1 saatın 50 dəqiqəsini belə ayırsan, oradakı o emosiyaları hər dəfəsində daha çox belə çölə itələməyə çalışırsan ki, negativ emosiyalar hamısı çıxsın
və onda da başlayır aramızda belə sıx münasibətlər başlamağa. Ondan sonra doğmalı başlayır. Ondan sonra artıq hamımızın problemlərini, psixoloji cəhətdən necə ağırlıq yaşadığını ya da psixoloji cəhətdən ona nələrin təsir elədiyini bildiyimiz üçün çalışırıq ki, biraz bəzi şeyləri, nəsə söhbət açılanda, məsələn, qrup şəklində, bu bilirik ki, bu insana pis təsir eləyəcək, o söhbəti oradaca bağlayırıq, davam etdirmirik. Çünki emosiyalarını oyadmaq istəmirik. Çünki digər insanlarda mütləq ki, anlayışdan qarşılamaq lazımdır. Amma belə hallar olur, çox olur. Duyğularını belə çölət eləməyə çalışanlar olur. Nə yaxşı, mən də başlayayım. Bəli, hamı başlasın. Emosiyalardan söz düşmüşkən, istərdim ki, bu fəaliyyət müddətin ərzində başa gələn və yaxud qarşılaşdığın ən maraqlı situasiya haqqında bir danışasan. Halbuki o heç vaxt sənin yadından çıxmaz da. Bunu həmişə bu mənim yadımdadır və onu heç vaxt unuda bilmirəm. Core Wellness Akademiyinin yaradıcıları Nilüfərlə Güney xanımdır. Biz əvvəllər başqa bir studiyada işləyirdik. Necə? Onlar orada məşq edirlər və mən orada ilk dəfə elə bir ki, ilk addımlarımı orada başlamışam. İlk dəfə oradan qapıdan içəri gələndə Güney xanım içəridə dərs verirdi. Mən də bilmirəm, Pilates yerində işləmişəm, amma çox belə az müddətdə. Hardan başlamalıyam, harda oturmalıyam? Mən də sadəcə deyiblər ki, keç içəridə əyləş. Mən də belə girdim, qapını belə açdım, belə yaman girişdən girdim içəri. Güney xanım çevirdi, mənə belə baxdı. Dedi, burada yox. Çölə çıx, ged otur o divanda, qapını da bağla. Oradan baxarsın. Mən də belə o girişim, o belə özgüvənim sındı. İçəri qapıldım, üzümü çevirdim, tez keçdim, oturdum divanda. İndi mənə belə Gedim evə yoxsa yox. Emosiyalar məni tutub, dedim, birdən-birə nə oldu? Niyə əsəbləşdi? Ağlamaq istəyirəm, ağlaya bilmirəm. Özümü sıxıramı. Həmişə də ağlımdaydı ki, görəsən məni niyə nifrət edir? Görəsən məni niyə sevmədi? Görəsən. Amma sonra illər keçdikcə Core Wellness Akademiyasını açandan sonra, mərkəzi açandan sonra ilk dəfə mənə təklif gəldi. Onda gördüm. Ya bala, gətir sən də. Hər şeyi səhv başa düşmüşəm. Heç də göründüyü kimi deyilmiş. Ondan sonra çox belə o emosiyaların qarşı elə bilirdim ki, mənə daha sərt şeylər gözləyir. Amma tam əksinə belə çox mehriban bir dənə ailə olduq. Belə deməyimiz, gülməyimiz, yeməyimiz, içməyimiz, belə oturmağımız, durmağımız, hər şeyimiz bir yerdədir artıq. Son olaraq sualım da ondan ibarətdir ki, sənin bu Azərbaycanda idman sahəsində və yaxud elə öz sahəndə görmək istədiyin 5 əsas şey, yəni və yaxud görmək istəmədiyin, yəni Mən ən çox istərdim ki, bizdə Pilates üzrə heç bir federasiya yoxdur. Mən istərdim ki, Pilates Federasiyası olsun. İlk öncə bunu istərdim. Yaransın, olsun. Məncə bunu dəstəkləyəcək hamı. Bütün Pilatesçilər, bütün Pilates məşqçiləri bunu dəstəkləyəcək. Pilatesçilər Birliyi. Bəli, Pilatesçilər Birliyi. Pilates Federasiyasının olmağını çox istərdim. 5-ini tam saya bilmərəm. İkinci də ən bəyav danışdığımız idmançılarla bağlı. Mən 15 il voleybol oynamışam, millidə də oynamışam, çempionatlarda da iştirak eləmişəm. Şərqi Avropa oyunlarında yaxşı oyuncu kubokunda var, bir çox birinciliklərim də var. Mənim üçün həmişə yaralı qaldığım faktorlardan biri. İdmançılara psixoloji dəstəyin verilməyinin çox tərəfdarı olardım. Yəni maddi necə verilirsə, psixoloji da eyni şəkildə verilməlidir. Amma maddi elə də hamıya eyni dərəcədə deyilmir və məncə azdır. Mən istəyərdim ki, indi bilmirəm, hamıya şamil edilməyim. Yalnız müəyyən bir yerə gəlib çatandan sonra o maddi dəstək var. Bəli. Amma əvvəllərində maddi dəstək də azdır. Psixoloji dəstək həmişə az olur. Maddi pillə-pillə gedir. Amma maddini də psixoloji ilə bərabərləşdirsə, məncə çox yaxşı nəticələr almaq olar. Üçüncü faktorlardan biri də odur ki, çox istəyərdim ki, bilirəm, hansısa rayonlarda, regionlarda idman oyunları üzrə, tək mübarizə üzrə çempionatlar keçirilir. Onlar heç. Amma ucqar kəndlərdə mən inanıram ki, belə çox bacarıqlı uşaqlarımız var. Belə bizdən tələbə olanlar var idi ki, yəni əksəriyyəti ucqar. Məsələn, mən tələbə olan ucqar kəndlərdən gələn uşaqların belə yüngül atletikada olanda mən onların qaçışına baxanda şoka düşürdüm. Hamıdan birinci, həmişə. Yəni texnikaları elə də olmasa da, amma fiziki gücləri olur. Texniki problemləri o sonradan olur onsuz da.
baxırsan ki, bu insanların cəri faizi bizimkilərdən daha, həcmi də bizimkilərdən daha böyükdür. Mən istəyərdim ki, o ucuqal ailələr məncə uşaqlarının yanında olmalıdır, dəstək olmalıdır. Bizdə biraz belə, çünki oxumağa daha çox belə önəm verilir. Bəlli bir yaşa qədər diplom anlayışı var bizdə. Diplomu al, qoy bura, gedin elə. Bu sənin borcundur. Amma məncə idman baxımından irəliləmək istəyən idmançı uşaqlara dəstək olsa, yəni ailə dəstəyi, ailə dəstəyi çox psixoloji dəstəkdən də ən birinci, bəli, ən birinci, elə birinci dediyim psixoloji dəstəkdən daha önəmli faktordur. Beşinci də özgüvən məsələsini artırmaqdır. Bizdə bilmirəm nəyə görədir, amma hansısa natiqlik bacarır. Mən demirəm mən mükəmmələm, yox. Bəlkə heç deyiləm də. Amma natiqlik baxımından da hiss olunur ki, bizdə özgüvən məsələsi çox aşağıdır. Bilmir nəyə görə, bilmirəm hansı fiziki quruluş, yəni insani duyğularından mı irəli gəlir, fiziki quruluşlarından mı irəli gəlir. Baxırsan ki, hər şey qaydasındadır və normaldır. Amma özgüvən məsələləri çox aşağıdır. Onu da artırmaq üçün nələrsə etmək olar. Biraz inatkar olmaq lazımdır. Yadında da o vaxt akademiyada hamı deyirdi ki, KVN nə deyir? Hamı deyir ki, niyə görə Səttar geyib KVN ilə məşğul olur? Yəni yığıb uşaqlar. Hətta bir necə deyirlər, bir toplumda var idi o vaxt tələbələrin arasında ki, deyirdilər ki, Səttar dərslərə girməmək üçün belə bir yola əl atır və yaxud gedir hardasa KVN ilə məşğul olur. Amma nəticə etibarilə yəni az-çox uğurlar əldə elədik. O da ki, inatkarlığımızın sayəsində. Halbuki yəni belə bir anlayış da yox idi ki, yəni çünki bizdə olan həm tələbə yoldaşlarımız, həm müəllim kollektivi digər yerlərə baxanda biraz fərqli idi. Yəni indi onlara KVN haqqında gəlib nəsə bir şey danışırsan, məsələn konsert vermişdik. Konsertdə baxırdılar da bizə, hansısa bir nəysə gülürdülərsə elə. Yəni bir stand-up kimi baxırdılar KVN-ə, bir necə deyim, bir teatr kimi baxırdılar. Dəstəkləyənlər olduğu kimi dəstəklənməyənlər. Amma sonda ən əsas odur ki, yadındadır ki, 2019-cu ildə bütün akademiya birləşdi. Elə bir ki, bir akademiyanın yığma komandası kimi birləşdi və o dəstəyin sayəsində biz əsasda həm komandada olan necə deyirlər, komanda yoldaşlarımızın valideynləri sayəsində, həm də ki, təmsil etdiyimiz təhsil müəssisəsinin müəllim kollektivi, tələbə kollektivinin sayəsində biz uğurları əldə elədik. Yəni, biz cəmiyyət olaraq, toplum olaraq bir-birimizin uğuruna, bir-birimizin necə deyirlər, təşəbbüsünə həmişə sevinməliyik. Həmişə dəstək göstərməliyik. Habibinə çevirməməliyik. Bizdə biraz qınamaq üçün daha çox meyillilik var. Nə yalan deyim, bunu görürəm, fərqinə də varıram. Bu videonun da altında hesab edirəm ki, yəni çox adamlar yazacaq ki, bunlar bax, danışırlar orada özləri. Sən kimsən danışırsan? Sən kimsən Pilates haqqında şey edirsən, mən neçə ildir Pilateslə məşğulam, mən danışmıram. Problem yoxdur, gəl danış. Gəl danış, gəl. Belə. Bu haqda çox sağ ol, bizə ətraflı məlumat verdin. Çox buraxılışımız maraqlı oldu hesab edirəm. Əziz izləyicilər, növbəti buraxılışlarda qonaq qismində kimi görmək istəyirsinizsə, şərh bölməsində qeyd edin. Növbəti buraxılışlarda görüşənədək. Təşəkkür edirik.